الفاتحة. İnsanlar qəbirstanlıqda Fatihə surası oxuyur və əllərini də özlərinə sürtür. Belə hesab edirlər ki, dünyasını dəyişən yaxınları üçün Allahdan bağışlanma dilədilər və yaxud da bir dua elədilər. Fatihə surası duadır, bəli. Lakin namazda, namaz qılan Fatihə surasını oxumaqla Allaha dua edir, bəli. Fatihə surasını qəbirstanlıqda oxumaq və yaxud da başqa yerlərdə oxumaq, üzrdə oxumaq və s. bu gəlməyib. Bu xurafatdır. İslam dinində belə bir şey yoxdur. Dünyasını dəyişən müsəlmanlar üçün qəbirstanlığa daxil olanda Muhammed sallallahu aleyhi ve sellem bizə zikr öyrədib, bəli. Məsələn, mənaca tərcüməsi belədir ki, ey bu diyarın mömin və müsəlman sakinləri, sizə salam olsun. Allah istəsə biz də sizə qovuşacağıq. Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin. Allahdan özümüzə və sizə salamatlıq diləyirəm. Bax, budur ən gözəl dua. Qəbirstanlığa daxil olursansa, bax, bu duanı edə bilərsən və bunu edəndə savab qazanırsan. Fatihə surasını edəndə isə günah qazanacaqsan.